Qığırdaq yenilməsində artıq 4-cü stadiyadırsa, sırf əməliyyatlı olan bir pasientdirsə, orada tam nəticə əldə etməmə ehtimalımız vardır. Amma 1-ci, 2-ci, hətta 3-cü stadiyada, yəni əməliyyatlı bir xəstəni, belə deyək, əməliyyatdan qurtararaq kök hüceyrə ilə, çünki bölünmə, regenerasiya etdiyinə görə, bərpa qabiliyyəti malik olduğuna görə və ora diz oynağına bir dizə minimum 50 milyon hüceyrə köçürürük. Pasientdən və vəziyyətindən asılı olaraq bəzən çox hüceyrə sayda köçürə bilərik. Ona görə orada nəticəmiz, yəni diz oynaqlarında nəticəmiz çox yaxşıdır. Amma dediyim kimi, İlk stadiyalarda, 1-ci, 2-cidə tam qığırdağı bərpa edə bilirik. Amma qığırdaq artıq yoxdursa, yeyilib tamam, 4-cü stadiyadırsa, burada olmayan bir şeyi bərpa etmək artıq yəni kök hüceyrə ilə əldə etmək mümkün deyil. Bir də vətər bağ zədələnmələrində, adətən bu idmançılarda da olur, bəzən bir qəza nəticəsində, travma nəticəsində burada da çox yaxşı rol oynayır kök hüceyrələr. Yəni pasientləri belə deyək, o ağır əməliyyatlardan xilas edirik. Revmatoid arteri xəstələrinə gəldikdə isə bilirik ki, bu xəstəliklər autoimmun xəstəlikdir. Autoimmun xəstəliklərin zaten tibdə tam sağalması mümkün olmayan xəstəlikdir. Sadəcə bu xəstələr ömür boyu hormonal preparatlardan istifadə edirlər və o hormonal preparatlar mədəyə və digər orqanlara əks təsir göstərir və həddindən artıq hormonal disbalans yaradır. Pasiyentdə çəki artımı sürətlə olur. Çəki artımı olanda da yenə də oynaqlara güc düşərək yenə də proses daha da ağırlaşmış formada olur. Ona görə bu xəstələrdə bir neçə oynağın patologiyası olduğuna görə revmatoid artritdə eyni anda biz onlarda intravenoz yolla köçürürük hüceyrəni, damar yolu ilə ağrısız bir şəkildə və pasiyentin çəkisinə uyğun olaraq 150-250 milyon arası hüceyrə transferi olur və burada bəzən bir seans yox da 2-3 seans maksimal tətbiq edə bilirik və nəticə həqiqətən də burada çox yaxşıdır. Çünki bütün ağırlaşmalar dayanır, pasiyent uzun müddətli remisiya əldə edir və ən əsası yaşlaşmanı da özündə hiss edir. Ağrıların olmaması, rahat yerimə etməsi və oynaqlarda olan şişkinliklərin daha da kiçilməsi. Çünki onlar bəzən ən çox da falanqalarda, ikinci falanqalarda başlayır, əl oynaqlarında, ayaq oynaqlarında onlar əllərini gizlətməyə belə çalışırlar. Həmçinin bu bunlara ağrı ilə yanaşı bu pasientlərdə özgüvənsizlik də yaradır. Komplekslərdən də azad olurlar və heç bir əməliyyat olmadan bir ömür hormonal preparat qəbul etmədən 2-3 seansa uzun müddətli remisiya və yaxşılaşma əldə edir pasientlər. Bu çox yaxşı bir nəticədir əslində və təbii ki, bunun üçün də vaxtında müraciət lazımdır. Əgər kiçicik bir şikayətiniz varsa, burada doktorun danışdığı hər hansı bir əlaməti özünüzdə hiss edirsinizsə, dərhal nə edirsiniz? Ekranda nömrələri görürsünüz. Mən də bir xatırlatma edim. 055-680-0830 nömrəsi aktivdir və təbii ki, indi elə bu dəqiqələrdə də zəng vura bilərsiniz. Çünki o nömrəyə cavab verən təbii ki, şəxs var və sizi qeydiyyata alacaq. Doktor sizi müayinə edəcək, konsultasiyadan keçəcəksiniz və artıq qərar veriləcək sizə hansı prosedur lazımdır.